Herkese salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugün o qədər gözəl hava var idi ki, uşaqlar yeməyi yedikdən sonra düşdülər həyətə. Uşaqlar həyətdə vaxt keçirsin, mən də başladım ev işlərini görməyə. Bir müddət bundan öncə mənim toz-soğanım xarab olmuşdu. Toz-soğan almaq üçün bir neçə mağazaları gəzdim. Toz-soğanların qiyməti 700 manat, 600 manat, 500 manat arası dəyişirdi. Qiymətlərin o cür olmağına baxmayaraq, toz-soğanın çəkmə gücü xoşuma gəlmədi. Ümidsiz şəkildə evə qayıdırdıq. Bayramdan sonra fərqli çeşidləri gələcək demişdilər. Kiçik bir mağaza gördüm. Bir neçə toz-soğan var idi. Bir neçə toz-soğanların içində ən yaxşısı bu toz-soğandır dedim. Mən də artıq ümidsiz şəkildə bir yoxlama istedim. Ancaq inandırım sizi 750 manatlıq toz-soğanın yanında daha güclüydü. Heç düşünmədən bu toz-soğanı istəyirəm dedim və 170 manata aldıq və 3 ayda istifadə edirəm. Çox gözəldir. Artıq panik hazırlamanın vaxtı idi. Biz də toxumları saçmaq üçün panik hazırladıq. Yeri hazırladıq, toxumları saçdıq və üzərinə peyin tökdük. Budadığımız ağacları təndir üçün bu gün doğrayırıq. Çöldəki işimizi yekunlaşdırıb biraz fasilə verdik. Bu arada Temodan bağlamalarım gəlmişdi, onları birlikdə açaq. Bu aldığım çiyələkli saç üçün spreydir. Bu saç üçün yağlar ikisini birlikdə çox münasib qiymətə endirimli aldım. Qoxusunu o qədər bəyənməsəm də saça yumşaqlıq və parlaqlıq verir. Bu parfüm də endirimə düşmüşdü. Qoxusu normaldır, sadəcə qalıcılığı azdır. Bu kamerada endirimə düşmüşkən bu kameranı da almaq istədim. Mən Temodan bir neçə kamera alıb yoxlamışam. Bu haqqda da video çəkmişəm. İstəsəniz aşağı qoyacağım linkə daxil olaraq videonu izləyə bilərsiniz. YouTube'da görüb öyrəndiyim sağlıqlı və ləzzətli peçenyaları yenidən hazırlamaq istədim. İçərisinə yulaf, qoz, şokolad, banan, yumurta, tahin və kakao əlavə edib peçenya formasında bişirdim. Həm sağlıqlı olur, həm də çox dadlı olur. Bağçada biraz zincilim görmüşdüm. Onları yığıb börək hazırlamaq istəyirəm. Buzluqda biraz ıspanaq var idi. Onları da istifadə edəcəm. İki list börək çıxdı, bir dənə də pizza hazırladım. Akşam yeməyini yeyib bitirdikdən sonra atıştırmalarımızı da yeyib günü sonlandırdıq. Sonraki gündə hər kəsi salamlayıram. Axşamdan da qəşəng yağışlar yağırdı. Yağışlı havadan sonra nə əmələ gəlir desək, göbələklər əmələ gəlir. Zəhərlidir yoxsa yox. Baxın görün nə gözəl. Maşallah. Belə havalardan sonra göbələklər əmələ gəlir. İndi bunları bişirib verəcəm, evdəkilər yesin. Görək başqa yerdə varmı? Baxın bu rəngdə olduqda bunlar zəhərli olmur. Çox gözəl dadı olur. Burada da var. Torpağın altından çıxardıq. Burada çox böyük göbələk tapdım. Öz-özünə bitən göbələkləri gərək vaxtında yığaq ki,
qurd yeməsin. Baxın, bunu qurd yeməyib, təmizdir. Əgər biz göbələkləri vaxtında yığmasaq, qurd yeyir və belə də yararsız vəziyyətdə olur. Dünən axşam yağış yağmışdı. Bu gün səhər tezdən bağçaya gəldim. Varsa yığıram. Tərtəmiz. Qurd gəlmişdi, amma vaxtında götürdüm. Vaxtında götürməsək, bu cür qurdlar yeyir. Sonra da istifadə etmək olmur. Soydum, yudum, təmizlədim. İndi isə bişirəcəm. Artıq göbələklərim də hazırdır. Çox gözəl sardı. 2 tərəf qızartdım. Gözəl və çox dadlı alındı. İşlərim çox olduqda, yemək bişirməyə vaxtım olmadıqda üz tuturam buzluğa. Bugün də o günlərdən biridir. Keçən yaydan hazırladığım lobyaları bugün bişirəcəm. Mən də göylər çox olan vaxtlar təmizləyib buzluğa qoyuram. Sonradan istifadə edəndə mənim üçün çox rahat olur. Əlimin altında hazır vəziyyətdə olurlar. Vaxt olduqca yeməkləri də hazırlayıb buzluğa qoyuram. Neçə gündür təmizləmək istədiyim bu dolabı da bugün təmizləyəcəm. Qabları yudum, bu cür qoydum ki, suyunu çəksin. Bu arada mən də sobanı təmizləyim. Neçə gündür məni narahat edən bu dolabın içində axır ki təmizləyib bitirdim. Videoda göstərə bilmədim. Bu ədviyyat qabını da yudum, hazırladım. Bu ədviyyat qabı mənim o qədər xoşuma gəlir ki, bir toxunuşla rahatlıqla istifadə edə bilirəm. Bugünlük də günümü sonlandırıram. Kanalıma dəstək üçün abunə olsanız, fikrinizi mənimlə şərhlərdə bölüşsəniz çox sevinərəm. Gələn görüşlərə dək.